Ola bilərmi ki, sən qurban psixologiyasında yaşayırsan? İçində olduğun situasiyadan xoşun gəlmir, lakin bu situasiyanı dəyişdirmək üçün heç nə etmirsən. Çünki bu situasiyanı dəyişdirməyin sənin əlində olduğuna inanmırsan. Böyümüsən, lakin həyatının məsuliyyətini özlərinə ala bilmirsən. Bəhanələr, şikayətlər və sərhədlər sənə daha güvənli gəlir. Nəinki öz seçimini etmək və öz seçiminin nəticələrinə qatlanmaq. Hər zaman B variantının olduğunun fərqində deyilsən. Və ya fərqindəsən, amma B variantı sənə çox uzaq gəlir. Hər birimizin həyatında aşılmaz sərhədlər var. Lakin bu sərhədlər bizim həyatımızda yox, beynimizdə formalaşır. Burada öyrənilmiş çarəsizlikdən sizə bəhs edə bilərəm. Kiçik filləri təlim edərkən onları çox xırda bir dəmirə bağlayırlar. Və filin çəkisi çox balaca olduğu üçün, hələ gücünün az olduğu üçün onu dartıb qıra bilmir. Lakin illər keçir və hələ də onları xırda dəmirə bağlı saxlayırlar. Lakin fillərin çəkisi artır, yaşı artır. İstəsə tək çəkilişdə həmin o dəmiri qırıb oradan çıxa bilər, uzaqlaşa bilər, amma artıq bunu yoxlamırlar. Çünki artıq o ip orada deyil, onların beyinlərindədir. Bunun adı öyrənilmiş çarəsizlikdir. Bəzən bir situasiyada biz doğrudan da çarəsizik və orada əlimizdən heç nə gəlmir və ya əlimizdən gələn bəs etmir. Lakin zaman keçir və bu şərtlər dəyişir. Artıq o ip qırıla bilər, o sərhəd aşıla bilər və B variantı var. Amma sənin beynində hələ də aşılmayan həmin sərhədlər var və sən öyrənilmiş çarəsizlik içindəsən və qurban psixologiyasına yaşamağa davam edirsən.